Milli Hidrometeorologiya Xidmətinin dekabrın 3-ü saat 9:00 olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Baku Postas xəbər verir ki, dağlıq ərazilərdə Kəlbəcər, Laçın, Şahdağ, Daşkəsən, Gədəbəy, Xınalı, Qrız, Lazada qar yağır. Yağan qarın hündürlüyü Şahdağda 3, Qrız və Lazada 2 sm-dir. Düşən yağıntının miqdarı Qobustanda 14, Şamaxıda 12, Bakıda və Abşeron yarımadasında 5, Şəkidə 4, Xızı və Göyçayda 3, Şabran və Qubada 2, İsmayıllı, Goranboy, Şəmkir, Gəncə, Sarıbaş, Culfa, Astara, Mingəçevir, Yevlax, Kürdəmir, Səbirabad, Naftalan, Tərtər, İmişli, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Küləyin sürəti arabir saniyədə 17 metrədək güclənir. Şamaxı, Xızı, Naxçıvan, Quba-Qusar, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır.